gəzməyə getmişdik. Məryəmin başına talihsiz bir kaza gəldi, türklər demiş. Uşaq oynamağa getdi bacıları ilə bir yerdə. Dedi ki, getməyim, birdən yıxılaram, üstüm başım batar, ağ rəngdə geyinmişəm. Manifestlədi elə bil uşaq sözü. Elə ağlayırdı, elə gözün yaşını tökürdü. Çən baxın, vay! Uşaq bütün palçıq olub, bütün gəzməyə burnundan gəldi. Mən də kapdım kızımı, tez gətirdim Brent House-a. Dedim, elə gözünün yaşını tökürdü, gözləri də qıpqırmızıdır, elə ağlayırdı. Hamımızın ürəyini kabab elədi. Eybi yox, hər şərdə bir dənə xeyir olur. Gətirdim onu Brent House-a kombinini dəyişdirməyə. İndi Məryəmə təzə paltar seçirik, çön bir dənə və bu palçıqlı görüntüdən qurtulur. Qolları uzadı, hər yeri palçıq idi. Məryəm, çox pis oldun yıxılanda. Çox gülməli bir an. Dəhşət ağlayırdı. Sürüşmədən sürüşüz. Yeni bir kombin düzəldək, uşağım cəmaət içinə çıxmağa utanır. Məryəm, gör nə gözəldir. Qaçdı, başdı, mən xoşlayıram, uşaq yazıq arxasını tuta kəsir. Tapdıq bir dənə kombin. Bu köynək yox, bununla hansıydı göstərdiyiniz? Məryəm, çox yaraşar. Bax. Mən istədiyim tez geyin. Get geyin bir dənə, bunu da azmerlərini verin. Çox qəşəng deyil. Köynəyi zadı çox bəyəndim. Bura gələndə, oy bağışlayın. Bura gələndə deyirdilər ki, Məryəmə al şeydir, get Məryəmə təzə paltar al. İndi giriblər içəri, mənə soymağa başlayırlar, soyğunçuluq eləməyə. İkisi də yapışıb mənə təzə paltar al. Şokdayam. Siz bayaq maşında demirdiniz Məryəmə təzə paltar al, eybi yazıqdır, yıxılıb. İndi məndən təzə paltar soyurlar bunlar. Əslində deyir ki, mən də aldı, deyir, sən yıxılmayıbsan, cavab verir. Əslində sən bu şortu qəşəng qaldı, sadəcə buncadır. Hə, deyirəm sən yıxılmamısan. Əsnad girib içəri veşilkaların arasında savaş verir bu dəqiqə. Deyir ki, mənə də bunu al, deyirəm Əsnad sən yıxılmamısan, qal qırağa. Sonra Əsnada belə eləyirəm. Gör nə qəşəngdir, sənə çox yaraşır. Götürüm bunu. Ay Allah, mən bu qərarsızlığım var. Bu 2 dəqiqəyə fikrimi dəyişməyim. Evet, Məryəm hazırdır. Ay Allah, bilmirəm tərəzi bürcləri mənim kimidirlər, yoxsa məndə fərqlidir. Amma belə şeylərdən ötürü ürəyim gedir də. Bunun gözəlliyinə baxın, qaşdı, çox qəşəngdir. Hazırsan, gəl baxım. Evet, son olaraq fikrimizi bunda qərarlaşdırdıq. Çox qəşəng oldu. Can sağlığı ilə geyinəsən. Bəyəndin? Evet. Day hər dəfə paltar aldırmaq üçün gedib orada yıxılmama, yaxşı?